Salam, hər vaxtınız xeyir olsun. Günəşin mətbəxinin dəyərli izləyiciləri, hər biriniz kanalıma xoş gəldiniz. Necəsiz? İnşallah yaxşısınız. Bugün feyxua mürəbbəsi bişirəcəm. Feyxuaları yuyub, zolaqlı şəkildə soyub, qaralmasın deyə suya əlavə edirəm. Feyxua mürəbbəmizin şərbətini hazırlayaq. 1 kilo feyxuaya 1 kilo şəkər tozu, 2 stəkan su əlavə edib şərbəti hazırlayırıq. Bir dilim limon və feyxuaları çəngəllə deşiklər atıb şərbətin üzərinə əlavə edirəm. Mürəbbəmiz qaynara düşdükdən sonra ocağın altını söndürüb 1 saat gözlədirik. Bir saat keçdi. Mürəbbəmizi ocağa qoyub zəif xodda bişiririk. Mən mürəbbənin kəfini mürəbbə bişdikdən sonra yığıram. Mürəbbəmiz bişdi, hazırdır. İlk halda bankalara yığırıq. Kanalımı izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun, sağlıqla qalın.